Salam dostlar. Bugünkü mövzumuz siqaret tərgizmək istəyənlər üçün hansı qidaların daha çox xeyirli ola biləcəyi haqqında olacaq. Siqaret çəkən bir çox adam bu vərdişdən xilas olmanın çətinliyinin yanında buraxdıqdan sonra çəki artımı qorxusu səbəbilə də siqareti tərk etmir. Ancaq bəzi təbii qaynaqlar həm siqaret buraxmağa, həm də siqareti buraxdıqdan sonra çəki almamağa köməkçi ola bilir. Bu mövzuda köməkçi ola biləcək ilk qida zəncəfildir. Zəncəfil ağciyərlərin təmizlənməsi üçün olduqca təsirli bir qidadır. Zəncəfili çaya ya da yeməklərə də əlavə edib istehlak edə bilərsiniz. Siqareti tərk etmək üçün təbii C vitamini lazımdır. Siqareti buraxmağa çalışarkən yardımcı ola biləcək təsirli qidalardan biri portaxaldır. C vitamini təsiri ilə dəmir əskikliyinin azalmasına və vərdişlərin təşkil edilməsinə köməkçi olur. Portaxal kimi naringi və qreypfrut da antioksidant təsiri göstərir və tərkibindəki C vitamini ilə bədənin siqaretə olan ehtiyacını azaldır. Həmçinin sarımsaq da orqanizmin təmizlənməsinə kömək edir. Tərkibindəki manqan, silisium, kükürt, sulfid birləşmələri kimi bir çox maddə ilə yaxşı bir antibiotik və antioksidant olan sarımsağın nizamlı bir şəkildə istehlak edilməsi bədənə bir çox fayda təmin edər. Bədənin təmizlənməsini təmin edən sarımsaq eyni zamanda siqaret çəkmə vərdişinə qarşı mübarizədə də köməkçidir. Siqareti tərk etməyə köməkçi olan qidalardan biri də qan şəkərini nizamlayan darçındır. Daimi istehlakı siqareti buraxma müddətində əhəmiyyətlidir. Darçın yaxşı bir antioksidantdır. Darçını istər çubuq, istər toz şəklində istehlak edə bilərsiniz.